Qeyd elədi ki, Quran hansı dildə danışır? Belə hamı deyə bilər ki, Quran ərəb dilində, o dildə danışır ərəblərlə. Amma əslində elə deyil. Quranın ərəb dilində yazılması başqa mövzudur. Quranın həqiqətləri izhar eləmək üçün olan dili 3 növə bölünür. Bir, keçmiş elə bir dərsimizdə qeyd olardık, heç bir dil istifadə etmədən, nə ingilis dili, nə rus dili, nə ərəb dili, nə fars dili, nə türk dili, heç bir dil istifadə eləmədən İncil, Tövrat, Zabur, Quran həqiqətləri neynir? Çatdırır. Dilsiz. İkinci, elmi dildə ona deyilir əhd və misaq, əhd və peyman dili. O necədir? O bugün izah olunacaqdır. Sadəcə vaxt darlığı var, sabah eləyəcəm. Bir də istidlal dili. İstidlal nədir? Onun da izah var. 3 dildə Quran-ı Kərim və yaxud İncil, Tövrat, o müqəddəs kitabların müştərək halıdır bu. 3 dildə həqiqətləri izhar eləyir.